Salam, hər vaxtınız xeyir. Artıq Dövlət İmtahan Mərkəzi tərəfindən 9 illik bazada kolleclərə sənəd qəbulu başlanıb və sizə necə qeydiyyata keçmək lazım olduğunu göstərəcəm. İlk öncə bizə şəxs kabineti lazımdır. Daha sonra isə Dimqova saytında olan qeydiyyatı həyata keçirmək lazımdır. Və xatırladım ki, 9-cu sinifdə oxuyan şagirdlər məcburi deyil ki, bu qeydiyyatı aparsınlar. Əgər kim ki, kollecə getmək istəyir, mütləq bu qeydiyyatı aparmalıdır. Ancaq 11-ci sinif oxumaq fikrində olan şagirdlər bunu etmir. Sadəcə kollecə getmək istəyən şəxslər bu qeydiyyatı həyata keçirməlidir. Şəxsi kabineti necə yaratmaq lazım olduğunu sizə göstərim. Və biz Google axtarış sistemində Dimqova yazırıq, yaxud Dövlət İmtahan Mərkəzi yaza bilərik. Elə ekrana çıxan birinci hissəyə daxil oluruq. Və burada siz telefonla daxil olsanız, görəcəksiniz ki, burada 3 xətt var. Sol yuxarı küncdə 3 xətt var. Həmin sol yuxarı küncdəki 3 xəttin üzərindən vuranda bizdə belə bir menyu açılır və burada şəxsi kabineti yazısını görürsünüz. Onun üzərindən vururuq. Və burada bizim şəxsi kabinetimiz olmadığına görə qeydiyyat xanası var. Burada qeydiyyat xanasının üzərindən vururuq və artıq biz qeyddən keçmək üçün burada lazım olan məlumatları daxil edirik. Və əgər burada sizdə vəsiqəmiz köhnə nəsil vəsiqədirsə, burada seri nömrəsini AZ yazırsınız. Ancaq yeni nəsil vəsiqədirsə, hər hansı bir şey yazmışsınız, elə bunu boş saxlayırsınız. Burada bizdən sənədin nömrəsini soruşur və eyni zamanda fin kodu soruşur. İndi mən sizə göstərim ki, köhnə və yeni vəsiqələrdə fin kodu hardadır. Əgər sizin vəsiqəniz köhnə nəsil vəsiqədirsə, burada AZ sözü vəsiqəmizin seri nömrəsidir və ondan sonra gələn 9 rəqəmli simvol isə bizim vəsiqəmizin nömrəsi, yəni biz bu xananı doldururuq. Eyni zamanda köhnə vəsiqələrdə fin kod burada işarələnmiş son 8 rəqəmindən 7-sidir. Yeni nəsil şəxs vəsiqələrində isə burada bizim vəsiqəmizin nömrəsi AA ilə başlayan 9 rəqəmli simvoldur. Fin kod isə burada identifikasiya nömrəsi yazılmış 7 rəqəmli simvoldur. Ən son vəsiqələrdə isə artıq 2026-cı ildən bəzi namizədlər bu vəsiqəni əldə edibdir. Bu vəsiqədə isə bizim burada yenə fin kodumuz burada fərdi identifikasiya nömrəsi yazılmış budur və vəsiqənin nömrəsi isə artıq yeni vəsiqələrdə AB yazılıbdır. Vəsiqənin nömrəsi, yəni bu ən son 1 ay, 2 ayda alınmış vəsiqələrdir. Yəni siz bu şəkildə öz məlumatlarınızı burada müvafiq xanada qeyd edirsiniz. Bir daha qeyd edirəm, köhnə vəsiqələrdə burada AZ yazırsınız, amma yeni vəsiqələrdə heç bir şey qoymursunuz, boş saxlayırsınız. Və indi biz burada sənədimizin nömrəsi olan AA ilə başlayan 9 rəqəmli simvollarımızı daxil edirik və daha sonra burada fin kodumuzu yazırıq və daha sonra şəxsi kabineti yarat, bunun üzərindən vururuq. Ekranda artıq belə bir hissə açılır. Burada şəxs haqqında məlumat var. Onun orada məlumatları qeyd olunmalıdır. Məsələn, burada fakt yaşadığı rayon yoxdur. Biz həmin fakt yaşadığı rayonu qeyd etmək üçün həmin bu seçimlərin üzərindən vuraraq fakt yaşadığımız yeri qeyd edirik. Və bilirsiniz ki, 9-cu sinif şagirdləri aprel ayında zonalara görə imtahan verəcək və onların məktəblərinin yerləşdiyi yerə görə imtahan təyin olunur. Ancaq əvvəlkilərin məzunları 9 illik buraxılış imtahanını may ayının 17-si verəcək və onların yaşadığı yerə uyğun olaraq imtahan yeri təyin ediləcək. Və biz yaşadığımız yeri seçdikdən sonra mobil nömrəmizi daxil edəcəyik. Biz artıq fakt yaşadığımız yeri, kim harda yaşayırsa oranı seçir. İndi biz namizədimizi Abşeron rayonu yaşadığına görə Abşeron rayonu seçirik. Və daha sonra burada mobil nömrə var. Biz mobil nömrəni də aktiv mobil nömrə olmalıdır, yəni zəng gəlib, zəng gedən belə deyək, nömrə olmalıdır. Həmin nömrəni burada daxil edirik və eyni zamanda burada elektron post ünvanı da var, onu da yazırsınız. Daha sonra burada siz bizim şəxs kabinetinin parol var, həmin parolda biz özümüz təyin edəcəyik və təbii ki, bu məlumatları bir yerdə yazmaq lazımdır ki, bu məlumatlar sonra bizə lazım olacaq. Və daha sonra biz aktiv mobil nömrəni yazırıq. Təbii ki, burada sizin nömrəsinin öz adınızda ola bilər, yaxud valideyninizin adında ola bilər. Və nömrəni yazdıqdan sonra burada elektron post ünvanı var. Elektron post ünvanı yaza da bilərsiniz, yazmaya da bilərsiniz, amma yazmağınız olsa daha yaxşı olardı. Daha sonra burada biz şəxs kabinetinin parolunu yazırıq və burada 12-20 simvol arası parol yazırıq və eyni zamanda burada işarələnmiş məsələn simvollar var. Nida işarəsi, ət işarəsi, DS bunlardan istifadə etmək tövsiyə olunur. Əks halda parol yəni təyin edilməyəcək. Və daha sonra biz parolu vurub baxa da bilərik parolumuza. Daha sonra aşağıda da eyni parolun təkrarını yazırıq və daha sonra yadda sal düyməsini sıxırıq. Və bundan sonra bizim qeyd etdiyimiz mobil nömrəyə kod gələcək. 3 dəqiqə ərzində həmin o kodu bura daxil edirik. 6 rəqəmli kod görürsünüz telefona gəlibdir. Həmin kodu biz müvafiq olaraq xanaya, yəni 950 733 6 rəqəmli parolu müvafiq xanaya yazaraq biz artıq şəxsi kabinetimizi yarada bilərik və həmin kodu biz bura daxil edirik və daha sonra görürsünüz burada var şəxsi kabineti yarat və şəxsi kabineti yarat üzərindən vuraraq biz şəxsi kabinetimizi yaratmış oluruq və artıq ekranda görürsünüz yazır şəxsi kabineti yaradıldı və biz burada kabinetə keçid üzərindən vuraraq şəxs kabinetimizə baxa bilərik.
Və biz burada görürsünüz kabineti artıq yaratdıq və daha sonra burada məlumatları görə bilərik. Bəzən abituriyentlər bildirir ki, bəzi şəxslərdə burada ata adı görsənir və eyni zamanda ana adı da görsənir, amma məndə yoxdur. Orada heç bir problem yoxdur. Əsas olan sizin şəxsi kabinetinizin burada yaradılmasıdır və biz artıq şəxsi kabineti yaratdıq. Bundan sonra biz qeydiyyatdan keçə bilərik və bu artıq belə deyək, birinci mərhələ idi. Bundan sonra necə qeydiyyatdan keçmək lazım olduğunu göstərəcəm sizə. Amma mütləq şəkildə birinci növbədə şəxsi kabineti bu şəkildə yaratmalısınız. Və şəxs kabineti yaratdıqdan sonra artıq biz 9 illik kolleclərə sənəd qəbulunu həyata keçirək. İlk öncə Google axtarış sisteminə daxil oluruq və burada DimQoval yazaraq biz Dövlət İmtahan Mərkəzinin səhifəsinə daxil oluruq. Və burada artıq DimQoval yazdıq və ekranda açılan birinci səhifəyə daxil oluruq. Və burada müvafiq başlıqlar var. Biz burada görürsünüz yazılıb 9 illik abituriyent elektron ərizəsi. Bunun üzərindən vururuq. Və burada şəxs kabinetinin istifadəçidir. Yəni bizdən fin kod soruşur. Fin kodda mən artıq şəxs kabineti yaradansa göstərdim. İndi fin kodumuzu yazaq. Və daha sonra növbət xanasını sıxırıq. Və biz şəxs kabinetin parolunu daxil edirik. Daha sonra burada görürsünüz xüsusi kod var. Həmin kodu olduğu kimi böyük və kiçik hərflərdən ibarət yazdığı şəkildə, yəni necə yazıb o şəkildə yazırıq və daxil ol düyməsini sıxırıq. Bizim qarşımıza belə bir səhifə çıxır. Yəni bu artıq həmin qeydiyyatdan keçmək istəyən namizəddir və biz burada fikir verirsiniz, artıq bizim bölməmiz burada seçilib, yəni avtomatik Azərbaycan bölməsi və xarici il dəyişə bilərsiniz. Amma artıq sistem özü bilir ki, biz hansı bölmənin şagirdiyik və daha sonra burada görürsünüz ərizənin təsdiq et xanası aktiv deyil və ilk öncə biz ərizəni yadda saxla düyməsini sıxırıq və burada qiymətlər var. Qiymətləri biz doldurmuruq. Sistem özü, yəni buraxılış imtahanından sonra qiymətləri dolduracaq və biz artıq ərizəni yadda saxla düyməsini sıxırıq. Və görürsünüz artıq ərizə yadda saxlandı. Burada yazır ki, məlumatlar və biz məlumatlara tanış olduğum üzərindən vururuq. Və artıq bundan sonra ərizənin təsdiq et səhifəsi aktiv edildi və biz ərizənin təsdiq et səhifəsinin üzərindən vuraq. Və artıq burada məlumatları oxuyursunuz və biz məlumatları oxuduq. Şərtlərlə razıyam üzərindən vururuq. Və artıq biz ərizəmizi təsdiq etmiş oluruq və burada sorğunu qiymətləndirirsiniz. Təbii ki, tam razısa 5 ulduz verirsiniz. İndi biz 5 ulduz verək və daha sonra göndər düyməsini sıxırıq. Və görürsünüz yazır, qiymətiniz uğurla göndərildi, təşəkkür edirik. Və artıq bizim ərizəmiz görürsünüz təsdiq olundu, tarixinə, saatına kimi yazır və məlumat tanış olduğum üzərindən vurursunuz. Və daha sonra burada ərizənin çap etdiyi yazısı var. Görürsünüz, onun üzərindən vuraq. Və artıq bizim ərizəmiz təsdiq olunub. Burada həmin şagird haqqında məlumatlar var və eyni zamanda burada ərizənin təsdiq olunduğu tarixdə göstərir. Yəni bu şəkildə siz artıq 9 illik kolleclərin qeydiyyatdan keçmiş olursunuz və aprel ayındakı buraxılış imtahanından sonra nəticələri biləcəksiniz və daha sonra təxminən iyul-avqust ayında 9 illik kolleclərə koddaşma olacaq. Həmin koddaşmada siz iştirak edəcəksiniz. Bütün abituriyentlərə uğurlar arzu edirəm.